Qurani-Kərim ayələrində də var ki, məsələn, əgər bir ər-arvad arasında çətinlik varsa, birinci danışmağı seçməlidirlər. Yəni həll yolunu. Bu yoxdursa böyüklər işə qarışmalıdır, belə deyək də, əgər öz dilimizdən desək, böyüklərin məsləhəti ilə irəliləməlidir. Bu da olmadıqda artıq son çarə olaraq yox. Yəni hansı istiqamət məni düzgünlüyə aparacaqsa. Və baxın, bilirsiniz, bu elə bir sualdır ki, hansı tərəfdən cavab versəm düz alınmaz. Çünki bəzən həqiqətən də yanlış evlilikdən boşanmaq düzgün qərar hesab oluna bilər. Məsələn, düşünün ki, bir dənə mühacibə bir xanımdır, yəni din əhli olan bir xanımdır. Üzr istəyirəm, kamil şəkildə qətiyyətli bir fasik bir bəylə evlidir. Hər bir işinə maneçilik törədir. Hətta məsələn bəzən olur kafirdir. Kafir olsa zaten o evlilik hökmündən düşür ki, bu şəri qaydadır. Məsələn elə bir haldadır ki, həmin insanla yaşamaq özü qətiyyətli şəkildə narahatçılıq yaradandır. Bu halda da belə yenə deyilir, əgər belə bir şəxsə fərq eləmir, bəy belə olsun, xanım belə olsun, əgər bir şəxs səbr eləyərsə, yaşayarsa mükafatı vardır. Yox, səbr eləyə bilmirsə, əlbəttə ki, özünü məhv eləməyəcək. Belə bir həddə məsələn biz deyə bilərik ki, düzgün qərar ola bilər və yaxud da son çıxış yolu ola bilər. Amma hər kiçik şeyə görə yox. Təəssüf ki, son zamanlarda, yəni dünyamızda hər kiçik şeyə görə boşanma sayı hər balaca bir şeyə görədir. Hər bir şeyə ki, qətiyyətli şəkildə bu olmamalıdır.